Rufo sualını davam edək. Deməli, məndə 2a çıxıq 1 bölü a burada var. Digərində isə 2a kvadratı, amma 1 bölü a kvadratı falan yoxdur da burada. O sualdan deyil bu. Ona görə biz burada verilmiş bu tənliyi hər tərəfini a-ya vuraq ki, 2a kvadratı falan ala bilək oradan. Baxaq. Yəni bizdə 2a çıx 1 bölü a-nın hər tərəfini, bunun hər tərəfini a-ya vururam. Olur 2a kvadrat. 1 bölü a-nı a-ya vuranda olur nə? A-lar ixtisar gedir. Çıxılsın 1 bərabərdir 5a-ya. 5a-ya. 2a kvadratını da burada tək saxlayıram. 2a kvadratı bərabərdir 5a üstəgəl 1. 5a üstəgəlsin 1 oldu. Amma burada 2a kvadratın yerinə 5a üstəgəl 1 qoyuram. Görüm nə baş verir. Deməli 5a üstəgəl 1. Orada çıx 7a var. Çıx 7a. Çıx 7a. Bir də üstəgəlsin 1 bölü. 1 bölü. Bərabərdir. 5a-dan bunu çıxanda nə qalır? 2a qalır. Düzdürmü? Mənfi 2a qalır. Mənfi 2a qalır. Yəni buradan alıram ki 1 çıxılsın 2a. Üstəgəlsin 1 bölü. Bunu alıram. Buradan yerlərini dəyişsəm, bir şey görəcəm burada. 1 üstəgəlsin 1 böl a çıx 2a kimi yazsam nə baş verər? Əvvəldəkinin sanki tərsidir. Əvvəldə 2a-dan bax burada 2a-dan 1 böl a-nı çıxırdı. İndi 1 böl a-dan 2a-nı çıxır. Demək ki, mən bu ifadənin əksini daha doğrusu, əksini yazmalıyam. Əgər burada müsbət 5-dirsə, mən burada 1 böl a-dan 2a-nı çıxıramsa, bunun yerinə mənfi 5 yazacağam. Bu da bərabərdir 1 üzərinə gələnisi mənfi 5. Bu da nə deməkdir? Mənfi 4 etmiş olacaq. Yəni cavab burada B variantı.